Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. ARB televiziyasından, Magazin Plus verilişindən hər birinizə xoş gördük deyirəm. Elə bu həftədə maraqlı, özəl, fərqli show biznes gündəmindən xəbərlərimiz var. Beləliklə, Magazin Plus plastik rekonstruktiv estetik həkim Taleh Qasımovun baş sponsorluğu, Atlant İstirahət Mərkəzinin Saft Travel, Tural Avtoservis 023-ün sponsorluğu ilə və mən Zümrüd Şahovanın təqdimatında başladı. İlk öncə anonslarımız. Show biznesin nəbzi yenə Zümrüdün təqdimatında döyünəcək. Ən çox danışılan hadisələrin izi ilə. Aktrisa Sona xanım Mən özümə ayıb da bilmirəm. kimə gözdağı verdi? Ortalığa çıxmadı ki, ya ay Sona xanım, ayıb deyil. Əziyyəti mən çəkmişəm, sən kimin adını çəkirsən? Yenicə ana olan Gülka çətin sınaq qarşısında. Ora canlı bax buradan nə oxa bilərsən? İndi Orxan sözüm var. Qollarımı göstər. Qaynanası ilə arasında nələr yaşanıb? Mən qaynana ilə qaynata ilə birlikdə yaşamıram. Gözlənilməz açıqlama. 100% su olsa avtomobil qaynadacaq. Kimlər sustu, kim isə danışdı. Bir saat mən o turisti axtarmışam. Bütün Misri gəzmişəm. Hamını mat qoyacaq açıqlamalar, susturacaq etiraflar birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. 20 illik peşəkar təcrübəyə malik olan plastik rekonstruktiv və estetik cərrah uzman doktor Taleh Qasımov fəaliyyətinin 6 ilini Türkiyənin nüfuzlu Gülhanə Əskəri Tibb Akademiyasında uzmanlıq təhsilinə həsr edib. 2015-ci ildən etibarən fəaliyyətini Azərbaycanda uğurla davam etdirir. Burun və göz qapağı estetikası, üzgərmə, süd vəzi əməliyyatları, bədən şəkilləndirmə, eləcə də anadan gəlmə qüsurların və travma sonrası deformasiyaların bərpası üzrə ixtisaslaşan doktor Taleh Qasımov yüzlərlə uğurlu əməliyyata imza atıb. Peşəkarlığı, nəticələri və pasiyent məmnuniyyəti ilə seçilən həkim bugün ölkənin və regionun tanınmış estetik cərrahlarından biridir. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc dirklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Saft Travel MMC 12 ildən artıq təcrübəyə malik peşəkar turizm şirkətdir. Rəhbər Samirə Mirzəyevanın uzun illik təcrübəsi və peşəkar idarəçiliyi sayəsində Saft Travel minlərlə turistin etimadını qazanaraq Azərbaycan Turizm Assosiasiyasının rəsmi üzvlərindən biri seçilib. Saft Travel'da daxili və xarici turların təşkili üzrə peşəkar xidmət göstərməklə yanaşı, aviabiletlərin bronlaşdırılması və transfer xidmətləri də təqdim olunur. Şirkət Schengen vizaları daxil olmaqla viza dəstəyi xidmətləri də həyata keçirir. Xaricdə təhsil proqramları üzrə müraciətlərə də müştərilərə dəstək verilir. Onu da qeyd edim ki, Saft Travel'da daxili kreditlə də səyahət edə bilərsiniz. Peşəkar komandamız hər bir səfərin rahat və unudulmaz keçməsi üçün çalışır. Saft Travel MMC səyahətinizi peşəkarlara etibar edin. Xəzərin maviliyi, əsrarəngiz meşə mənzərəsi və zəngin istirahətin möhtəşəm harmoniyası Atlant. Komfortlu istirahət, gündə 3 dəfə, zəngin qidalanma, 2 möhtəşəm havuzdan istifadə və əsl rahatlığındadır. Həftə sonları isə Atlant tamamilə fərqli ab-havaya bürünür. Məşhur sənətçilərin möhtəşəm şou proqramları, əyləncə və yay gecələrin sehri sizi gözləyir. Atlant, dəbdəbənin, komfortun və əyləncənin bir araya gəldiyi möhtəşəm istirahət məkanı. Yayda avtomobillərə necə qulluq etmək lazımdır, onları isti havalardan necə qorumaq lazımdır? Bax, elə bütün bunlar haqqında Tural Avtoservis 023-ün rəhbəri, avtomobillər üzrə ekspert Tural Usta danışacaq.
Qonağım avtomobillər üzrə ekspert, Tural Avtoservis 023-ün rəhbəri Tural Ustadır. Tural Usta, xoş gördük sizi. Xoş gördük. Ümumiyyətlə yayın istisində mühərrikin sıradan çıxmasının 3 əsas səbəbi. Amerikanka olan avtomobillərdə müşahidə olunur və yay aylarında daha çox bir çox modellər var ki, onlarda müşahidə eləmək olur. Soyutma mayesinin sızması baş verərsə, maye azala bilər, avtomobildə qızma problemləri yarana bilər. Termostat bağlı qala bilər, dövriyyə olmadığı halda avtomobildə qızma baş verə bilər. Bir də tıxanma, yəni soyuducu radiatorunda seksiyalar var. Belə deyim, orada su dövriyyəsi oradan gəlir, keçir, dövr olunur seksiyaların içindən soymaq üçün. Bir də orada tıxanmalar baş verərsə, avtomobildə ciddi nasazlıqlar baş verə bilər və elektron problemlər ola bilər ki, elektron problemlərdən yaranma səbəbi orada soyuducu mayeni soyutmaq üçün elektroventilyator var. Açmadığı təqdirdə bir neçə səbəblər var ki, bunlardan bu cür problemlər yarana bilər və avtomobil sahibinə böyük bir zərər dəymiş ola bilər. Vaxtında bu cür hallar baş verərsə, servislərə müraciət olunması tövsiyə görünür. Baxın, dediniz vaxtında. Bəs bu vaxtı necə müəyyən olunmalıdır? Vaxtı hər fəsilə uyğun olaraq avtomobil hazırlanmalıdır əslən olaraq. Mən demirəm bu 4 fəsilə bölünsün. Ən azından yay və qış fəsillərinə avtomobillər hazırlanmalıdır. İstər onlar tormuz mayəsindən, təkərlərdən, soyuducu mayelərdən, hətta avtomobilin özünün modelinə əsasən olaraq, olmayaraq da, özünün səslənisi vəziyyətinə əsasən olaraq da hazırlanması məsləhət və tövsiyə görünür. Antifriz və su nisbəti necə olmalıdır avtomobillərdə? Yayda soyuducu maye ilə suyun nisbəti, yəni antifriz bildiyimiz suyun nisbəti 50-50 olması tövsiyə görünür. 100% su olsa avtomobil qaynadacaq. 100%. Su olsa avtomobil qaynadacaq. Qaynatma ehtimalı %99%-dir. 100% soyutma mayesi olsa avtomobil qaynadacaq. %99%-dir. Səbəb nədir? Onu incələyək. Soyutma mayesi olsa daha qatılaşmış olacaq. Orada dövriyyə istər-istəməz çətinlik olacaq və soyuma baş vermədiyi tədbirdə belə dedim ki, başlayacaq nəməyə avtomobil qaynatmağa və ikinci suyun qaynama nisbəti artmış olacaq və avtomobil yenə də düzgün olmayacaq. İşləmə prinsipi düzgün olmayacaq və avtomobil yenə də qızdırmalı olacaq. 50-50-yə nisbət olmalıdır. Kondisioner işləmir, soyutmur. Burada 2 əsas səbəb nə ola bilər? Burada 2 yox, daha çox əsas səbəblər var. Birinci freon deyilən onların soyuducu mayesi adlanır. O mayədə problem olarsa, suda olduğu kimi, soyuducu mayədə olduğu kimi, burada da kondisionerdə də soyuma prinsipi düzgün həyata keçirilmədiyi təqdirdə avtomobildə istədiyimiz sərinliyi ala bilmərik, kondisioner artıq işləməyə bilər. 2, tıxanmalar ola bilər. Yay aylarında daha çox radiatorlar bildiyiniz kimi barmaqlıların arasında olur deyənə, uzaq yol qət eləyəndə axşam tərəfi falan, onun araları toz, torpaq, belə bir şeylərlə dolur, adi düzülərlə falan dolur və orada havalanma düzgün getmədiyi təqdirdə avtomobildə istər-istəməz salon filtrinin çirkli olması, radiatorların, barmaqların tıxanması nəticəsində istədiyimiz soyuqluğu orada ala bilmirik. Və mən məsləhət görürəm ki, avtomobilləri moykaya yumaq üçün veriləndə bu çöldəki radiatorlara çöldən bir su vurulması məsləhətdir. Heç olmasa həftədə bir dəfə. Təşəkkür edirəm, çox gözəl məsləhətdir. Dinləmək lazımdır. Təkər təzyiqləri ümumiyyətlə qışda və yayda fərqli olur da. Təkərlərin təzyiqi qışda necə olmalıdır, yayda necə olmalıdır? Yəni yaya hazırlıq necə olmalıdır? İstehsalçı tərəfindən avtomobilin hər birində təkərlərin təzyiqi hesablanaraq buraxılır. Səhv məlumatdır ki, yayda təkərlərin təzyiqi azaldılsın. Bu səhv məlumat. Bu səhv məlumatdır. İstər-istəməz onsuz da isti havalar düşəndə təkərlərdə genişlənmə baş verir, təzyiqin orada artmasını müşahidə edirik. Genişlənir, orada artıq, bəli. Orada təkərlərin havasının oynamasını biz müşahidə edirik. Ona görə də məsləhət görmürəm onun yəni
təzyiqlə oynamasını, azaltmasını, artırmasını olmur. Əsas olaraq qış aylarında yoxuşlara qalxan zaman belə bir problem müşahidə halları qarşılaşmışıq ki, maşınlar qalxanda bir bu sabah belə deyim sizə ki, problemlər olur. Onda qabaq təkərlərin havasını biraz azaldırsınız. İstədiyiniz yolu qət eləmək olur. Yəni bunun qışa, yaya heç bir aidiyyəti yoxdur. Bunun qışa, yaya heç bir aidiyyəti yoxdur. 2-2 avtomobilin özünə görə komfortuna əsasən olaraq hesablanır. Tormuz mayeəsi. Ümumiyyətlə yayda qaynaya bilərin bunun ilk nişanəsi nə ola bilər? Tormuz mayesinin sıradan çıxması ABS bildiyimiz ABS deyilir onlara. Sıradan çıxmasının bir çox səbəbləri var. Bəli, qaynama sistemi ola bilər. Təkcə qaynama suda baş vermir, soyuducu mayədə baş vermir. Tormuzlanma zamanı tormuz pedalının daha dibdə tutması, tormuzlanma zamanı tormuzlanma bir az bir məsafədə yox, bir neçə bir böyük məsafədə qət edirsən ki, tormuzu burada verdin, bir neçə metr qarşıda dayandın, hiss edirsiniz ki, artıq burada bərkimə, yumuşalma və zəiflik var. O halında, bəli, tormuz mayesinin birbaşa dəyişilməsi mütləqdir. Üzü yaya dəyişilsə daha məsləhətdir. Təşəkkür edirəm, çox sağ olun dəyərli fikirləriniz üçün. Onu da qeyd edeyim ki, Mağazin Plusun qonağı avtomobillər üzrə ekspert, Tural Avtoservis 023-ün rəhbəri Tural Ustaydı. Görüşəcəyik. Magazin Plus'tan yeni haber var. Mən danışım, sənə səndən danışım. İcazə ver, sənə məndən danışım. Tamam, xoş gördük. Necəsiz? Yaxşıyam, siz necəsiz? Orxan, uzun aradan sonra səni görmək həqiqətən xoş oldu. Canlanır xatirələr, sevinc içində kədər. Nə qədər incimişəm, küsmüşəm mən nə qədər. Ondan sonra qaynatı ilə, qaynanı ilə həyat necə gedir? Mən qaynana ilə qaynata ilə birlikdə yaşamıram. Bilirsiniz, onlar Moskva şəhərində yaşayırlar. Amma belə münasibətimiz çox gözəldir. Mən kimi gəlinlə kim yola getməz. Maşallah olsun, hər gün məclislərdə olursunuz, sosial şəbəkələrdən bunu daha aydın şəkildə görmək olur. Bəs uşağa kim baxır? Uşağa mamam da baxır, bacım da baxır. Hələ ki dayəsi yoxdur. Müvəqqəti olaraq anamla bacım mənə kömək edir. Mən baxmıram yəni. Can oğlum, sənə qurban oğlum. Tək sənsən, mənə dərman oğlum. Çox sağ ol Cəlal. Maşallah olsun Gülxan xanım. Təşəkkür edirəm. Yo, orada dostumuz əyləşib, onlar göndərib. Səhv başa düşməyin. Yox, təbii ki, mən o şey demirəm. Yəni sizi sevənlərdən hər zaman sizə diqqət və qayğı göstərilir. Bəli, hər zaman mən sevən dostlar, insanlar yanımdadır. Mən bax görürsüz qonaq əyləşiblər, oradan məni görüb gül göndərirlər. Ora canlı bax, buradan nə oxuya bilərsiniz? Canlı oxuya bilərəm ki, gəl gedəm ora. Bu da bizim dünya çempionumuzdur, ha, Azərbaycanımızın fəxridir, idmançımızdır, Cəlal dostumuzdur, illərdir. Biz dostluq eləyirik, xoş gördük. Mən dəyərli dostum. Sən necəsən, nə var, nə yox, xoş gördük. Mən yoldaşım Ayşədir. Xoş gördük. Bacımın da adı Təbrik edirik. Təbrik edirəm, təbrik edirəm. Bacımın adı göndər, İradə. Təbrik edirəm. Nə xoş təsadüf, bax. Çox sağ ol. Var olasınız. Ay Cəlal, gülə görə çox sağ ol. Sən də sağ ol. Deyir ki, nə xoş ki, hər zaman əyləşirsən. Səni harda görürük? Sevən dostların. Deyirəm, bəs mənə sevən sağlam dostlarım o. İndi Orxan sözüm var. Qollarımı göstər. Göstər bizə. Göstərdi ona bir də. Böyük sürpriz oldu bu günləri, həqiqətən də. Gülü bizim ürəyimizdir, canımız, ciyərimizdir, dostumuzdur. Ailəvi dostumuzdur. Var olsun. Gülün də təbrik edirəm balasını. Sağ ol, can, Allah Gözü dolusu görəsən. Var ol abim. Analar talı böyüsün. Çox sağ ol. İnşallah ki, xeyir işlərinə yığışır. İnşallah, var ol. Sağ ol. Amma onlara bir dənə gücümü göstərmədi. Mənə çox ilişirlər. Gücümü yox, elə dostluğumu göstərə bilərəm. Sağ ol. Gözümüz yoldaydı, bizə lütf oldun axır. Ana qayğısına qalır, ata fəxri ilə baxır. Gözümüz yoldaydı, bizə lütf oldun axır. Ana qayğısına qalır, ata fəxri ilə baxır.
Güvənli, etibarlı, gözəl və rahat istirahət etmək istəyənlərin fikri, diqqəti Magazin Plus'da olsun. Saft Travel'da yeniliklər var. Magazin Plus'ta yeni haber var. Qonağım Saft Travel'ın turlar üzrə meneceri Əvəz Səlimovdur. Əvəz bəy, xoş gəlmisiniz. Sağ olun, xoş gəldiniz. Bugün sizi ilə Saft Travel'ın xarici turlarından danışacağıq. Ümumiyyətlə, xarici turlar hansı ölkələrə, necə, nə formada təşkil olunur? Turizm bölgəsi olan bütün ölkələrə Saft Travel olaraq turlarımız da var, təşkil edirik. Türkiyədir, Dubaydır, Misirdir. Daha çox Misrə istəyirlər, Şarm-Şeyxə istəyirlər ən çox. Və biz yalnız 5 ulduz otellərdə qonaqlarımızı qarşılarıq. Çünki Misirdə 4 ulduz və yaxud da 3 ulduz adı ilə çox zəif otellər turistlərə təqdim edirlər. Ona görə də məsləhətim budur ki, bizim turla belə getməsəz, yenə də əziz turistlərimiz tək Misirə getsəz 5 ulduzlu otelə gedin. Kreditlə də turlarınız mövcuddur. O hansı ölkələrə? Bəli, o da istədiyiniz bir ölkəyə, əgər büdcəniz çatmırsa, müəyyən bir hissəsini ödəyirsiniz. Qalan ödənişinizi hissəsə kreditə salırıq, Saft Travel olaraq. Ən möhtəşəm otellərlə, ən möhtəşəm turlarla çalışırsınız belə deyək də. Yəni nəqliyyat vasitələri falan hamısı komfortlu, rahat və güvənli olur. Bəli, bizim onsuz da turistlərimiz bilirlər zaten biz ən komfortlu nəqliyyat vasitələri. Çünki bizim şəxsi Saft Travel'ın avtomobilləridir, nəqliyyatlarıdır. Ən komfortlu, ən yeni avtomobillərdir. Və bizim getdiyimiz otellər də, bizim turistlərimizə belə deyək, qidalanmanı təqdim elədiyimiz restoranlar da çox keyfiyyətli və çox komfortlu restoranlar. Ən xarici turlarda yadda qalan maraqlı bir hadisə mi deyim, başınıza gələn bir əhvalat mı deyim, turistlərlə bağlı? Maraqlı bir hadisə bir dəfə başımıza gəlib, Misrə mən aparmışdım, Şarm-Şeyxə aparmışdıq, turistimiz var idi. Getdi, piramidaların içinə girmişdi. Orada da əslində icazə yoxdur piramidanın içinə. Necə olubsa girib, bəlkə mən bir 11 saat mən o turisti axtarmışam. Bütün Misri gəzmişəm. Piyada gəzmişəm. O da bildiyiniz kimi Misir çox istəyirdi, həddindən artıq istəyirdi. Yəni turistimizi axtarmışdım. O da bizi axtarırmış səhvən də. Yəni qalıb piramidaların içində. Qalıb piramidaların içində, çaşıb qalıb yolunu tapa bilmirdi. Axır orada polis əməkdaşlarının köməkliyi ilə sağ olsunlar turistimizi tapdıq. Təhsil vizaları necə? Saft Travel onu həll edə bilir? Bəli, eləyə bilir. Təhsil vizalarımız da var. Bəzi ölkələr var ki, orada təhsil almaq üçün Saft Travel-a müraciət eləyirsiniz. Misal üçün Amerikada ala bilərsiniz, Türkiyədə ala bilərsiniz, Özbəkistanda təhsil ala bilərsiniz. Bir çox yerlər var bunun kimi ki. Bir çox ölkələr, hansı ki orada təhsil mərkəzləri var. Bəli, beynəlxalq təhsil mərkəzləridir ki, onu Saft Travel təşkil edir orada sizin təhsil ala bilməyinizi. Təşəkkür edirəm, çox sağ olun. Onu da qeyd edeyim ki, qonağım Saft Travel'ın turlar üzrə meneceri Əvəz Səlimov idi. Görüşəcəyik. Magazin Plus plastik rekonstruktiv estetik həkim Talya Qasımovun baş sponsorluğu, Atlant İstirahət Mərkəzinin Saft Travel Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin baş sponsoru plastik rekonstruktiv estetik uzman həkim Talya Qasımov. Sponsorlar Tural Avtoservis 023, Saft Travel, Atlant Ailəvi İstirahət Mərkəzi.